Xoş gördük əziz dostlar, əziz səyahət sevənlər. Yeni bir vlogdan hər kəsi salamlayıram. Voga Travel yenidən efirdədir. Moskvadayım hal-hazırda dostlar. Yollanıram aeroport Şeremetova. Oradan da Perm şəhərinə gedəcəm dostlar. Ətraflı məlumat verəcəm. İndi isə yollanaq hava limanına. Perm diyarına hoş gəlmisiniz dostlar. Sizlərlə birgə Perm diyarında 5-6 günlük səyahət edəcəyik. Hava limanında Perm diyarının gəzməli, görməli yerlərinin belə foto rəsmləri göstərilir. Burada da bizi robot köməkçi qarşılayır. Как поживаете? Нормально. Ты как? А вы как думаете? Dostlar, nəzərinizə çatdırım ki, Perm diyarı Moskva vaxtı ilə 2 saat öndədir. Bakı vaxtı ilə isə 1 saat öndədir. Hava limanından şəhər mərkəzinə gedən ilk avtobus səhər saat 6-dan başlayır. Hər 15-20 dəqiqədən bir 108 nömrəli avtobus. Buradan yollanırıq ta avtovağzala. Evet dostlar, gəldim avtovağzala. Biletimizi alırıq. Qubulqa şəhərinə gedirik. Biletin qiyməti 624 rubl. Biletimizi aldıq. Qubulqa şəhərinə yollanırıq dostlar. 4 saatlıq avtobusla yoldur. Dört saatdan sonra nəhayət ki, gəlib çatdım Qubulqa şəhərinə. Hər kəsə xoş izləmələr dostlar. Biz isə başladıq Perm diyarını səyahət eləməyə. Ümumilikdə 5-6 gün ərzində Perm diyarında olacağım. Müxtəlif başqa şəhərlərdə olacağım. İlk dayanacağım Qubulqa şəhəridir. Perm şəhərindən təxminən 180-200 kilometr uzaqlıqda yerləşir. İndi şəhərin gəzməli, görməli yerlərini bircə gəzəyim. Dostlar, Qubulqa şəhərinə gəlmişsinizsə, bu monumentin yanında mütləq şəkildə şəkil çəkdirməlisiniz. İnternetdə araşdırmışdım. Bu nə heykəlidir? Permski period, Perm dövrünə aid belə bir heykəl qurulub. Həm də burada məlumatlar verilir. Şəhər kiçik, kompakt, gözəl bir şəhərdir. Gördüyünüz kimi hər tərəfdə 5, maksimum 9 mərtəbəli bina evləri var. Şəhərin əhalisi 24.000 nəfərdir. Qubulqa şəhəri 2 hissədən ibarətdir. Yuxarı Qubulqa və aşağı Qubulqa. Bunda burada Qarnalujni kurort var, dağ kurortu. Gəzməli yerlərindən biridir. Asma körpüsü var. İndi yollanırıq həmin gəzməli yerlərə. Qubulqa şəhərində Azərbaycan restoranı, restoran Granat, nar restoranı. Bu stolovada qəşəng yemək yedim, özü də cibə uyğun. Gəlib çıxdım belə bir yerə, şəhər mərkəzindən hardasa taksi ilə 10 dəqiqəlik məsafədə yerləşirdi. Bu podyomiklərlə, kanatlarla qalxmaq istəyirəm yuxarı. Qışda bura çox möhtəşəm olur. Qış turizmi burada çox inkişaf edib. İndi görək işləyirmi kanatlar. Çox heyif ki, kanat
işləmir, demək qismət deyilmiş. Bura şəhər mərkəzindən biraz uzaqda yerləşir. Ural dağlarını görsünüz sağ tərəfdə. Aşağıda da çay axır. Möhtəşəm bir görüntüsü var. Hər tərəfdə otellər, restoranlar fəaliyyət göstərir. İndi ayaqla dedim elə gəlmişkən qalxım yuxarı. Tam yuxarıda çoxlu mənzərəli yerlər var dostlar. Möhtəşəm bir görüntüdür dostlar. Ural dağlarının tam ortasındayam. Sağda, solda Ural dağları var, amma görüntüsü çox vahiməlidir. Qubaxa şəhərini çox bəyəndim. Bura şəhər mərkəzindən biraz yuxarıda yerləşir. Qarşıda bir möhtəşəm bir yer var dostlar. 2022-ci ildə Rusiyada Sertsa adlı bir film çəkildi. Həmin bu Qubaxa şəhərində. İndi həmin yerə doğru gedirəm. Filmdə istifadə olunmuş dekorasiyalar, orada köhnə şəhər. İndi gedirik həmin tərəfə. Həm də orada bir asma körpü var. İndi tam aşağıda orada karxanalar var. Kömür oradan çıxarırlar. Aşağıda da qatarlara yüklənilir. Bu yol yuxarı Qubaxaya doğru gedir, köhnə şəhərə doğru. Həmin şəhər Verxnaya Qubaxa Sovetlər dövründə çox inkişaf eləmişdi. Dönəm süqutundan sonra şəhər demək olar ki dağılıb. Amma aşağı hissə, yeni hissə çox gözəldir, çox bəyəndim. Sakit, kompakt bir şəhərdir. Kosova çayı. Dostlar, çox iti axını var. Hal-hazırda may ayıdır. Bugün may ayının 13-üdür. Hələ də dağlarda qar var. Qarın ərintisidir yəqin ki. Bu çayda birləşir Kama çayına. Kama çayda birləşir Volqa çayına. Volqanın ən əsas qolu da Kama çayıdır dostlar. Nəzərinizə çatdırım. Dağdan axan su yuxarıdan gəlir aşağı. Buradan da çaya tökülür. Burada dostlar rafting, tubinglər çox məşhurdur. Yəqin ki bu hava şəraitinə görə hal-hazırda işləməz. Çay çox iti axır. Bəlkə də işləyər. İndi qarşıma çıxsa həmişə sınamaq istəyərdim ki o çayda sürətlə axına doğru gedirlər. Mən də onu bir yoxlayam. Hələlik qarşıma çıxmayıb. Əgər çıxsa mütləq şəkildə yoxlayacağam. Dostlar, bura artıq köhnə Verxnaya, yuxarı Qubaxadır. Bura köhnə qəsəbə, köhnə şəhər hesab olunur. Bax, görürsünüz, burada, bax, dediyim kimi yerdən kömür çıxır və qatar vasitəsilə də gedir. Bax, daş kömürdür. Bax, görürsünüz, dostlar, daş kömür. Gəlib çıxdım filmin çəkildiyi yerə. İzləməmişsinizsə mütləq izləyin, tövsiyə edirəm dostlar. Sertsa adlı çox möhtəşəm bir filmdir. Fantastika üslubunda çəkilib. Bu hissələrdə çəkilib filmin bəzi hissələri. Deyərdim ki, bəlkə də çox hissəsi. Gəlib çıxdım dostlar asma körpüyə. Tam çayın ortasından keçir. Uzundur. Piyadalar üçün nəzərdə tutulub. Möhtəşəmdir. Uzunluğu hardasa 50 metrə olar yəqin ki. Çayın düz ortasından keçəcək indi.
Qorxuncdur. Amma gedirəm. Vərdiş eləmişəm. Çox körpülərdən keçdiyimə görə mənə adi gəlir. Möhtəşəm bir görüntüdür dostlar. Qubaxa öz gözəlliyi ilə hər kəsi heyran edir. Körpü də ki, tam sağlam vəziyyətdədir. Sirkələnir, amma taxtaları da hamısı safdır, təmizdir, bərkdir, bir-birlərinə yaxşı bağlanılıb. Tam qorxusuz şəkildə körpünün o tayından bu tayına rahat keçmək mümkündür. Dostlar, körpüdən istifadə eləmək tam pulsuzdur. Heç bir ödəniş eləmirsiniz. Aşağıda dayanacaq var. Buradan avtobus gəlməlidir indi. Minib şəhərə doğru gedək. Verxnaya Qubaxa dayanacağı. Hə dostlar, Qubaxa şəhərini də gəzdik. İndi gedək suvenir də alaq. Qaydaq avtostansiyaya, avtovağzala. Buradan da başqa şəhərə yola düşəcəm indi. Dostlar, Qubaxa şəhərini gəzdik, dolandıq. Belə bir maqnit qaldım özümə xatirə üçün. İndi gedirəm avtovağzala.